Quşşənab kəndində yox, rəhmətlik Ustad Şəhyarın kəndində. Daha kəndin ağsaqqallarından görmüşük. Ustad uşaqlığın burada dərs oxumuşdu da. Sərxə kəndində Quran dərsinə gedərmiş. Sərxə kəndi bura 2 ağac yoldu, piyada gedərmiş, gələrmiş. Deyir bayram olur, gecə quşu oxurdu. Adaqlı qız bəy corabın toxurdu. Hər kəs balın bir bacadan soxurdu. Mən də bir şal aldım, belimə bağladım. Qulamgilin bacasından şal salladım. Fatma nənə mənə corab bağladı, xam nənəmi yada saldım ağladı. Fatma nənə bizim nənəm, dədəmizin nənəsiymiş, xan nənə də qəri nənələriymiş. Çox gözəl. O şal sallamaq qədim qaydalardan idi. Sallardıq bacadan, corab bağlardılar, hər kəs nişanlı olsaydı, hər kəs yumurta bağlardılar, 5 qram pulu bağlardılar, iydən oxut bağlardılar, budur. Bəs elə ustad da o qaydaları görübdü, şeirində gətiribdi. Daha deyib daha. Bu Heydər Baba dağı deyirlər, kətdən fasiləlidir. Kətdən gedim buradan elə əvvəl türlülə yenə yetişəndə dik qalxında. O tərəfi Qayşaqdır, Güllücədir, Şəndiləvadır. Ora qalxsız hamısını görsəz. Deyir ki, Heydər Baba, it əməh itirməz. Sağ ol, hə. Ömür keçər, əfsus bərə bitirməz. Bərə bitirməz. Namərd olan ömrü başa yetirməz. Biz də valla unutmarıq sizləri. Görənməsək, halal edin bizləri. Sağ ol. Sağ olasın.